Herkese salam qızlar, kanalıma xoş gəlmisiniz. Belə hər şey necə də gözəl görünür. Bir də belə baxın. 2 gün üst-üstə ortalığı makyaj etdikdən sonra yığışdırmadığım üçün makyaj masamda kaos yaranıb. Amma birazdan sizinlə birlikdə yığışdıracağıq. Vermisinizsə, o zaman görmüsünüz ki, həm YouTube'da, həm Instagramda son zamanlar çox aktivəm. Siz isə mənə əgər dəstək olmaq istəyirsinizsə, kanalıma mütləq abunə olun. Qızlar, elə indicə bu bağlamanı taksidən götürmüşəm, amma bu videoda istəmirəm göstərim. Belə bir fikrim var ki, mənə gələn bağlamaları ayrıca bir video edeyim və kimə maraqlıdırsa, sırf o insanlar, yəni o videonu izləsinlər. Belə vlogların içinə qısa-qısa əlavə eləməkdənsə düşünürəm ki, gələn bütün bağlamaları ayrıca bir video çəkim. Ona görə də burada olan məhsulları da belə bir ayrıca video çəkib inşallah sizinlə paylaşacağım. Sabahları dərsim var. İngilis dilində onlayn ikinci dərsimdir və müəllim evə tapşırıqlar verib. İndi onlara oturub yazacağım. Özümə də bir stəkan çay süzdüm. Mən adətən müəllimin dediyi, əgər önəmli bir şeylər varsa onları qeyd edirəm. Bir də tapşırıqları bu hissəyə yazıram, bu dəftərə yazıram. Təzə bir səhifə açıram və müəllimin verdiyi tapşırıqları başlayıram burada yazmağa. Mən tapşırıqlarımı yazdım. 4 dənə tapşırıq vermişdi. İndi sözlər var, onları əzbərləməliyəm. Sonra isə listening var. Dinləmə tapşırığım da var. Mətn var, onu oxumalıyam və danışmalıyam. İndi isə keçəcəm onları eləməyə. Müəllim evə düz 100 ədəd söz verib öyrənməyə. Düzdür, çox asan sözdərdir, amma inşallah gələcəkdə 100 dənə verməz. Çünki 100 dənə düşünən bir çox çətindir. O 100 dənəsinin arasında 4 dənəsi var ki, mən unuduram. Hansı ki, eveninglə night'ı mən qarışdırıram. Heyəziyə çox oxşuyurlar, unuduram. Meyti də çox unuduram. Axında qalmır nədənsə. Ona görə bura qeyd edirəm ki, yadımdan çıxmasın və bir daha təkrarlayım. Bu otağa girib dağınıq görəndə o qədər ürəyim sıxılırdı ki, amma dedim siz də təmizlik videolarını sevirsiniz. Ona görə saxladım ki, sizinlə birlikdə yığışdıraq. Bayaq yığışdıra bilmirdim Adelə görə. Vaxtım da boşa getməsin deyə ev tapşırıqlarını tez etdim. İndi Adel atası ilə oynadığı üçün fürsətdən istifadə edib özümü otağa bağladım ki, təmizlik terapisi edim biraz. Bir də sizinlə bir şey bölüşmək istəyirəm qızlar. Gələn pis rəylər haqqında. Düzdür, toplasan 2 ildə kanalımda 3 ya da 4 pis rəydən başqa bir rəy görməmişəm. Buna görə də sizə çox təşəkkür edirəm. Mənim yanımdasınız, mənə dəstəkləyirsiniz. Mən də sizin hər birinizi çox sevirəm. Gələk pis yorum dediyim əslində nədir ona? Qızlar, Instagramda, YouTube'da və ya başqa platformada öz həyatını paylaşan insanlar, yəni blogerlər sırf açıq səhifə işlədirlər deyə onlara şər, böhtan, təhqir edici sözlər yazmaq imkanını heç kimə vermir. Bu haqq heç kimə verilməyib. Mədəniyyət çərçivəsində tənqid etməyi demirəm. Əlbəttə bəyənmədiyiniz bir şey olsa, necə ki bəyənib yorum yazırsınız, bəyənmədiyinizi yorum yaza bilərsiniz. Amma bu təhqir edici, böhtan atıcı və yaxud da ki o insanı aşağılayıcı, mədəniyyətdən kənar mesaj göndərməklə olmaz. Mən bu hallarda nə edirəm sizə onu deyim. Əgər mənim analığıma, mənim özümə, mənim ailəmə təhqir edici sözlər yazılırsa, mən o insanı blok edirəm. Çünki elə insanlar mənə lazım deyil. Sizə də tövsiyəm budur ki, məni bəyənmirsinizsə, çox rahat bir yolu var. İzləməyin. İstəyirsiniz lap bloka atın. Bunun yerinə videolarımı tam izləyib, üstünə məni təhqir edici mesaj yazan insanı onsuz da mən özüm uzaqlaşdıracağam. Yəni siz heç əziyyət çəkməyəcəksiniz, mən özüm sizi bloka atacağam. Mən də öz həyatımda da belə edirəm. Əgər mənə biri maraqlı deyilsə, o qədər boş vaxtım yoxdur ki, o insanı oturum izləyim, əgər bəyənmirəmsə, yəni qısaca bunu açıqlamaq istədim sizə. Fikrinizi mədəni formada bildirmək istəsəniz, buna tam razıyam, tam bir şəkildə açıqam. Amma ki, mədəniyyətdən kənar bir şəkildə yorum yazılırsa, mən o insanı artıq blok edirəm. Ümid edirəm ki, məni başa düşdünüz. İndi isə çox xoşbəxtəm, çünki makyaj masamı belə təmiz görəndə içim açılır. Mən qızlar bir tərəfdən hazırlaşırdım, reels çəkəcəm deyə indi. Çünki elə bu hissəni sizin üçün çəkim. Reelsləri bu otaqda çəkirəm, pəncərənin qabağında. Düşünürəm ki, əvvəlki işim yaxşı deyildi, indi işıqlandırmam falan yerindədir deyə düşünürəm. Fikirlərinizi yazarsınız, əgər məni Instagramdan takib edirsinizsə, videolarımı bəyənirsinizmi deyə. Mən də üz makyajımı eləmişəm. İndi kipriyimin turunu vuracam, dodaqlarımı vuracam və yeni bir məhsulum var, Wet n Wild'ın transparan pudrası. İstəyirəm ki, onu test edim və videoya çəkim. Sizə ancaq buranın təmizliyini çəkdim, amma mən ondan sonra bütün evləri də yığışdırdım, toz soranladım. Sonra Adeli yedizdirdim, yatızdırdım. Adeli yatızdırdığım ərəfədə də orada kontentimi axtarıram, çəkilən videolara baxıram. Bu işlərlə məşğul oluram ki, vaxtım bir də gəlib burada boşuna getməsin. Yəni bura keçdimsə, tez bir şəkildə videomu çəkməliyəm. Ondan sonra da gedib bir çay içməliyəm. Çünki Adel durmadan biraz da özümə vaxt ayırmaq istəyirəm. Düşünürəm ki, biraz ənliyə ehtiyac var. Ona görə də çox az biraz ənlik istifadə edəcəm. Ay, səhv yondum mən bunu. 764'ü yondum, amma ev yoxdur. Mən əsas 765'i yonmaq istəyirdim. Onu səhv yondum, amma ev yoxdur.
Əgər dodaq karandaşlarınızı kənara çıxmısınızsa, belə kesik bir fırça alıb, belə gülürsünüz. Görürsünüz, sanki o hissəni belə süpürürsünüz. Belə. Məndə olan Divajen 05 rəngi ilə bir gloss keçəcəm. Baxın qızlar, məhsul budur. Wet n Wild'ın bu transparan pudrasını sınayacağım. Yenidir, belə çəhrayı rəngdədir. Bu arada bu pudraların rəngləri boşuna deyil. Hər rəngin bir mənası var. Məsələn, sarı alt tonları daha çox aydınlatmaq üçündür. Çəhrayı alt tonlu təravətli və canlılıq vermək üçündür. Yaşıl alt tonlu qaraltını götürmək üçündür. Belə yəni növləri var. Qızlar, mən bu işləri həll edəndən sonra mən bir dənə yuxu basıb. O qədər gözəl yuxum gəlir ki, amma Adil oyaqdır, yata bilməyəcəm. Ona görə gəldim ki, kuxnaya özümə bir kofe düzəldim. Bəlkə yuxumu qaçırar. Dəhşət yuxum var. Mən videolarımı çəkdim, işimi gördüm. Çox şükür ki. İndi buradan əsnəkdən yanağım çıxdı. Əgər evdə hazır kofe varsa onu edirəm, amma indi yoxdur. Belə kofeni alıram, mən bu qabın içinə tökürəm. Bir də süd yerinə quru süd istifadə etməyi çox sevirəm. Bunu əlavə edirəm. İndi hazırlayacağım. Suyum da qaynadı. Yuxum da gəlir. Tam olaraq başa düşə bilmirəm ki, nə edəcəm. Yəni alt tərəfi bir dənə kofe eləyəcəm, amma hər şey yadımdan çıxır. Kofesini atıram. Mən acı sevmirəm, ona görə də qənd qabındakı ən böyük qəndləri onun içine atıram. Çünki həm görüntü var, pis görünür. Mən də belə istifadə eləmiş oluram. Şirin sevirəm mən. Acı kofeni heç sevmirəm. Nə əcəbsə bu arada Adil hələ gəlib bura çıxmıyor. Normalda hiss eləyəndə ki, salonda yoxam, tez arxama düşüb gəlir. Kofem də hazırdır. Gedib bunu içəcəm və yuxumun qaçmağını gözləyəcəm. Bu arada qızlar, təzə bir diziyə başlamışam, yeraltı. Bilmirəm, izləyirsiniz yoxsa yox. Bəyəndim. Hələ ki yaxşı gedir. 3-cü bölümünü dünən paylaşıblar. Yeni bölümünü izləməmişəm, ona görə də gecəm indi onun yeni bölümünü izləyəcəm. İndicə dəfnədən bir dənə bağlama gəldi. Taksiden bu bağlamanı da götürdüm. Qızlar, çayım hazır olana qədər özümə belə bir toz hazırladım. Bu arada bunun kuxlanı da belə yığışdırmışam. Qabları falan yerləşdirdim, elədim. Hava isə bugün o qədər gözəldir ki, qızlar, çox qəşəng bir günəş çıxıb. Hər zaman kimi evimizdə dağılıb, uçub. Onları yığışdırmaq lazımdır. Yenə qəşəng video çəkdiyim, nə vaxtdan da keşfetimdə olan bir videoydu. Daha doğrusu bir trenddir. İzləyirsiniz inşallah. Instagram aşağıda qoyuram, baxarsınız ona. Adil də arxamda gizlənəndə elə bilir ki, oyun oynayırıq. Yeni bir gündən sizi salamlayıram qızlar. Yadınızdadsa keçən vloglarda bildirmişdim ki, güzgü almışıq. Digər güzgünü ikinci el olaraq satıb üstün tamamlayıb belə bir güzgü aldıq. Çoxdandır mənim xəyalımdaydı ki, otağımda boydan bir ayna olsun və görüntüsü isə belə görünür. Deməli qızlar, baxın. Səbuy normalda 1.83'dür. Bu da 1.85'dir. Amma yəni ki, belə əyri olduğu üçün də ama gördüğünüz gibi de böyle çəpək olduğu için çok hündür görünür. Ama normalde boyu 1.85'dir. Arka hissəsini də sizə göstərmək istəyirəm. Arkasında da belə söykəci və bu çıxır həm də. Yəni istəməz dayağı var. Bu istənilməsə yəni çıxa da bilir. Ona görə bu da yaxşıdır. Belə daha yaxşıdır. Məncə də qəşəngdir. Siz nə fikirləşirsiniz bu haqda? Bunun qabağına bir dənə xalça lazımdır. Puf istəyirəm, mən ağ rəngdə istəyirəm. Bizim məbədə olsun. Biz güzgünü Mirrorland'dan aldıq. Qiyməti hal-hazırda endirimdən 250 manatdan 160 manata düşüb. Maraqlananlar üçün deyim ki, eni 75, hündürlüyü isə 1.85'dir. Səhərsi gün oldu. Qızlar Səbuy işə getdi. Mən isə Adeli götürdüm, gəldim marketə. Bir şey almaq istəyirəm. Axşam süfrə açacağam. Bugün 14 fevraldır, amma çox təəssüf ki, Səbuy bugün tam gün işdə olacaq. Yəni səhər 7-dən axşam 12-yə kimi. 15-i isə onun ad günüdür. Mən isə istəyirəm ki, gecə 12-də gələndə onun üçün süfrə açım. Olanda qızlar bir görür ki, bir oradadır, bir buradadır da. Yəni mən düşünün marketdən gələn kimi tez Adeli yolda yatdığı üçün girdim hamama. Duş aldım, saçımın diblərinə rozmarin istifadə edirəm mən. Yeni saçlarım çıxmağına kömək edir. Və bu saç kreminin iyisi üçün yəni qızlar ürəyim gedir. Necə gözəl iyisi var, bebek gibi kokur da. Yəni mən saçlarımı fenləməmişdən əvvəl həm yaxşı daransın deyə, həm də ümumiyyətlə bildim görəsiniz. Belə yumşaqlıq versin, bəsləsin, istidən qorusun deyə bu formada kremlərdən, saç spreylərindən istifadə edirəm. Qızlar, mən sizə bunu göstərmək istəyirəm. Mənim saçım normalda uzun saçlı və
Çox belə dolaşıq bir saç tipinə sahibəm. Bu tərəfi görün daradım, necə rahat darandı. İndi istəyirəm ki, sizin qarşınızda buranı da darayım. Heç yəni belə əziyyət çəkmədən 2 dəqiqəyə mənim saçımın dolaşığını bu formada, yəni açdı bu məhsul. Ona görə tövsiyə edirəm, çünki çox bəyənirəm. 2 fazalıdır, ona görə də istifadə etmədən əvvəl yaxşıca qarışdırırsınız. Ondan sonra nəm saça bu formada tətbiq eləyirsiniz. Çox gözəldir. Saçı bəsləyir, yumşaldır, parlaqlıq verir və iyisi bebek kimidir. Aynam o qədər ürəyimə sinib ki, yəni o qədər gözəl görünür ki. Bura bir dənə tüklü formada bir xalça istəyirəm, balaca. Mən Temuda baxdım, 13 manat, 12-13 manatdır. Amma burada bayaqlar bir mağazaya girdim, orada 20 manatdır. Bilmirəm, Temu biraz bağlamalar gecikirdi, bəlkə də elə getdim buradan aldım. Bu arada qızlar, elə indicə mənə bir dənə mesaj gəldi izləyicilərimdən Instagramdan ki, bəs mən sizin Iskamın BB kremi ilə Misha'nın BB kremlərini qarşılaşdırma videosunu çəkməyinizi istəyirəm. Mən də belə olanda unutmayım deyə bu məhsulları götürürəm və gözümün görəcəyi yerə qoyuram. Çünki istər-istəməz yadımdan çıxa bilər, çoxlu mesajlar gəlir. Amma mütləq bunlarla bağlı bir qarşılaşdırma eləyəcəm. Xanım deyəndən sonra mənim daha çox diqqətimi çəkdi. Çünki mən bunun ikisinə də, yəni çox aşiqəm. İkisi də örtücüdür, ikisi də BB kremdir, ikisinin də rəngləri gözəldir. BB krem olmaqlarına baxmayaraq o qədər örtücüdürlər ki, yəni ki, ikisi arasında heç vaxt seçim eləyə bilmərəm. Amma üzdə duruşlarını, yəni mütləq çəkəcəm və baxaq görək hansı daha gözəldir. Bu arada sadəcə fərqləri odur ki, birinin içərisində SPF 30-dur, digərində isə SPF 42-dir. Mən də bu hallarda bu məhsulu götürürəm və bu formada bura qoyuram. Bunlar çünki mənim çəkəcəyimdir. Məsələn bu və burada Golden Rose'un qırmızı pamadası ilə bir reels çəkməliyəm və bu Top Face'in concealer ilə də bir dənə reels çəkməliyəm. Mən də bunu bura qoyuram ki, gözümün önündə olsun və bu qarşılaşdırmanı da mütləq çəkəcəm. Marketdən gələndən sonra aldıqlarımı sizə çəkə bilmədim, indi göstərirəm. Birinci bundan başlayaq. Burada meyvələr aldım. Bugün 14 fevraldır və istəyirəm ki, süfrə bəzəyim. Ona görə də Səbuyinin sevdiyi meyvələrdən almışam burada. Var mandalin, kivi və apelsin. Sonra bir dənə belə qabuyan üçün tabletka götürdüm. İçində 36 ədəd idi və 11 manata düşmüşdü endirimlə. Yanında da belə qabuyan şampun qoymuşdular. Bunu sınayacağım. Bu markanı heç sınamamışdım. 2 dənə sok götürdüm axşam üçün. Kola və Natura. Ananasını Səbuy çox sevir. Və birinci bunu da göstəreyim. Cips gördüm. Bu da təzə növüdür. Belə göbələk aromalıdır. Mən göbələk çox sevirəm və düşündüm ki, görüm dadı necə olacaq. Səbuyu yemir. Yəni nə cips, nə qazlı içəcək içmir. Ona görə də bunu özümə aldım və az aldım. Özümün sevdiyi növündən sadəcə yoxlamaq məqsədi ilə də bunu aldım. İndirimdə idi həm də. Və gələk buradakilara. Bir dənə maçalka götürdüm, bu formada bitmişdi. Sonra gəldim bunlara baxaq. Gül ləçəkləridir. Biri 1 manata. Belə böyük şamlar aldım. Bir dənə də belə şamlar gördüm. Düşünürəm ki, süfrəni bəzəyəndə qəşəng görünər. Ürək formasındadır. Və burada da şarlar var. Qırmızı rəngdə şarlar götürmüşəm. Ümumi bazarlıq bu qədər idi. Ay Allah, necə şirindir. İndi tortumu götürdüm qızlar. Gələcəm qoyacağım soyuducuya. Benim isə saçım və makyajım hazırdır. Saçlarımı düzləşdirdim. Makyajımı elədim. Və indi isə keçək süfrəni düzəldək. Mən çökəndə fikir verdim ki, burada biraz highlighter ənliyin boşluğunu yaradıb. Ona görə də o hissəyə biraz highlighter vurub. Tamam, arxa fonda da bu arada qısqanmaq gedir. Qızlar, bu arada biz hər zaman xoş günlərimizdə tortları Nuş Kulinariyadan alırıq. Mən çox bəyənirəm. Həm tərkiblərini, həm görüntü olaraq hər zaman istədiyimi yaradırlar. 14 fevrala uyğun belə 2-3 nəfərlik tortlar mövcud idi. Mən sadəcə burada bir şəkildə əlavə elətdirdim. Yanında da belə şam istəmişdim. Onu da bura taxacağam. Məsələn, bu artıq evə gələndə onun ad gününə keçmiş olacağıq. Ona görə də düşünürəm ki, ad günü təbrik də eləmiş olarıq. Və qızlar, ümumi görünüş olaraq sizə süfrəmi göstərmək istəyirəm. Tortumuz, burada meyvəmiz, burada bibi bəyaqları aş vermişdi. Səbuy üçün odur. Abur-cubur gecəsi olacaq. Əslində film gecəsi eləyir deyə mən cipsimi də götürdüm və ortaya pizza gələcək. Onu da Səbuy götürüb gələcək. Onları belə göstərə bilməm. Onu birazdan qoyanda göstərəcəm. Ümumi görüntü isə bu formada oldu. Həm 14 fevral, həm 15 fevral eyni gündə qeyd etmiş olduq. Və qızlar, Səbuy pizzalarımızı da gətirdi. Biz 3 dənə kiçik boy pizza demişik. İndi mən bunları açacağım.
Mən arıq olsam da qızlar, amma xəmir yeməkləri üçün ürəyim gedir. Əsasən də pizza. Yəni bütün gün mən xəmir yeməkləri yeyə bilərəm. Pizzanı da o qədər çox sevirəm ki, amma biz pizzanı həmişə Papa John's-dan sifariş edirik. Çünki mən oranın pizzalarını başqa yerin pizzalarına dəyişə bilmərəm də. Səbuyun ən sevdiyi pizza hot spice-dir. Mənim isə ən sevdiyim pizza isə vegetarian pizzadır. Vegetarian deməyimə baxmayın, çox dadlıdır. Yəni sınamamısınızsa mütləq sınayın. Bir dənə də Lili İtali növünü götürdük. Bayaqları Səbuyunu qarşılayanda əlimdə tortla qarşıladım. Bura indi videosunu qoyacağam. O isə əli boş gəlməyib. Mənə güllər alıb, dekorivdən belə stəkan alıb. Nə vaxtdandır özümə bir qəşəng stəkan almaq istəyirdim, sırf storylik. Baxın, görün necə gözəldir. Dekorivdən bir dənə də qırmızı şərab alıb. Biz normalda içki içən deyilik. Sadəcə bu günə özəl biraz qaza gəlib enişdəniz alıb. Amma ki, məsələn, heç dadını da bəyənmədik. Ona görə də elə olduğu kimi də qaldı. Amma siz mənim güllərimin gözəlliyinə baxın. Mən tülpanları o qədər sevirəm ki, ağ, sarı və qırmızı rəngi üçün ürəyim gedir. Bir də qızlar, mən başqa bakal qoymuşdum bayaqları. Dekorivdən 2 ədəd belə bakal da almışdı. Çox gözəl idi. Nə vaxtdan da ağlımızda var idi. Sadə bir bakal almaq istəyirdik. Qızlar, mən bu işimi o qədər çox sevirəm ki, ona görə də mənim ən böyük sevgim də elə sizsiniz. Ona görə də sizin də sevgililər gününüzü təbrik eləyirəm. Yaxşı ki varsınız. Özünüzə yaxşı baxın, sevgi ilə qalın.